Salam əziz və dəyərli müştərilərimiz. Maşdağın Ardalan yolunun üstündə, əsas yoldan 100 metr məsafədə gözəl bir 4 otaqlı evin təqdimatına gəlmişik. Evimiz 2 sot torpaq sahəsinin üzərində yerləşir. 3 maşınlıq həyəti var. Həyəti tam daşlarla döşənilib, 4 otaqdan ibarətdir. Sənədi paket kupça. Evin də, torpağın da çıxarışı var. Tam yaşayışlı evdir. Yerdən 9 daş kürsülüdür, boy zirzəmisi var, rahat altında gezmək mümkündür. Evin sol hissəsində boş sahəsi var. Zəhmət olmasa evi təqdim edin müştərilərimizə. Geniş həyəti var, rahat 3 maşın daxil ola bilər. Aşağını çəkib göstərmədim sizə. Yəni boy zirzəmisi var, rahat gezmək mümkündür. Burada plaşatkası 8. Qəşəng burada simava çay içmək olar, kebab çəkmək olar. Keçək evimizlə sizi tanış edeyim. Evin girişi dəhliz. Geniş dəhlizi var. Ev hardasa ümumi 120 kvadrat metrdir. Burada bir mətbəxi. Qeyd edim ki, mətbəxdə şəbəkə pəncərələr quraşdırılıb. Həm də mətbəxdən eyvana çıxmaq mümkündür. Burada geniş qonaq otağımız. Gözəl divar kağızları. Gözəl qapıları var. Keçək o birisi otaqlarla sizi tanış edeyim. Burada bir yataq otağımız. Qeyd edim ki, bütün kommunal xətləri var. Qaz, su, işıq və internet xətləri mövcuddur. Burada ikinci yataq otağımız. Otaqları genişdir. Burada üçüncü yataq otağımız. Evimiz tam keyfiyyətlə tikilib, hər tərəfdən qoşa daşla. İstilik sistemi kombidir. Burada isə sanitar qovşağımız. Geniş sanitar qovşağı var. Maşdağın Ardalan yolu. Yoldan 100 metr məsafədə yerləşir. Karvanşadlıq sarayının yaxınlığında. Sənəd paket kupça, evində, torpağında çıxarışı var. İpotekaya da yararlıdır. Qeydiyyata da düşmək mümkündür. Qiymət 110 min manat. Belə deyim də, yəni son qiymət nəzərdə tutulub. Əşyalar götürüləcək. İstəyən olsa, yəni əşyaları da danışmaq mümkündür. Yəni bahalı əşyalarla təchiz olunub. İstəyən olsa, yəni əşyaları saxlamaq mümkündür. Mətbəx bəmbəyinə kimi çıxartılacaq. Onda da qalmaq şərti ilə qiyməti danışmaq mümkündür. Siz də öz daşınmaz əmlakını satmaq və yaxud büdcənizə uyğun əmlak almaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrələrimiz səhifədə qeyd olunub. Sağ olun, salamat.